Keçən həftə mətbuatda 120E nömrəli marşrut xətti ilə bağlı yayımlanmış süjet agentlik tərəfindən araşdırılıb. Nəzərinizə çatdırırıq ki, aparılan araşdırmaların nəticələrinə əsasən 18 dekabr 2025-ci il tarixində sözügedən marşrut üzrə hərəkət qrafikində interval gecikməsi qeydə alınmayıb. Marşrut üzrə pik saatlarda avtobusların hərəkət intervalı orta hesabla 14 dəqiqə təşkil edib ki, bu da müəyyən edilmiş normativ tələblərə uyğundur. Qeyd olunan göstəricilər marşrut üzrə aparılan gündəlik monitorinqlər və nəzarət tədbirləri çərçivəsində əldə edilmiş məlumatlara əsaslanır. Eyni zamanda bildiririk ki, pik saatlarda sərnişin tələbatının artması səbəbindən bütün sərnişinlərin avtobuslarda oturacaqla təmin olunması yalnız ölkəmizdə deyil, dünya praktikasında da mümkün olmur. Bu hal iri şəhərlərin ictimai nəqliyyat sistemləri üçün xarakterikdir və təhlükəsizlik tələblərinə riayət edilməklə daşımaların həyata keçirilməsinə maneə yaratmır. Qeyd edək ki, sözü gedən marşrut üzrə istismar olunan avtobusların uzunluğu 9 metr təşkil edir və texniki göstəricilərə əsasən nəqliyyat vasitəsində 22 oturacaq yeri olmaqla yanaşı 51 sərnişinin ayaqüstü daşınmasına imkan verilir. Süjetdə izdiham kimi təqdim olunan görüntülərlə bağlı qeyd edirik ki, aparılan müşahidələrə əsasən dayanacaqda gözləmə müddəti 10 dəqiqədən az olub. Sıxlıq kimi təqdim edilən görüntülər normal növbə görüntüləridir. Təqdim edilən sürətləndirilmiş time-lapse kadrlar real vaxt göstəricilərini əks etdirir. Yəni interval nə qədər olur? Məsələn, sürücü deyir 8 dəqiqə. Çox olur, 20 dəqiqə. Yarım saat. Yalan deyir, bəli, yalan deyir. Süjetdə müsahibə verən vətəndaşın müşahidələrə əsasən cəmi 10 dəqiqə sonra avtobusa mindiyi müəyyən edilib. Yer yoxdur, minəcəksiniz yoxsa gözləyəsiniz? Gəlsən sizin belə gözləməyiniz çox çəkəcək. Eyni zamanda müsahibə alan müxbirin sualların qoyuluşu vasitəsilə müsahibləri qərəzli şəkildə neqativ cavablara yönləndirdiyi açıq şəkildə sezilir və bununla da sərnişinlər süni olaraq şikayətçi qismində təqdim edilməyə çalışılır. Başa düşürəm, pik vaxtı qapı bağlanmamalıdır. Süjetdə avtobus qapılarının açıq olması ilə bağlı səsləndirilən iddialara gəldikdə bildiririk ki, yeni nəsil avtobuslarda təhlükəsizlik sistemləri qapılar tam bağlanmadığı halda nəqliyyat vasitəsinin hərəkətinə texniki olaraq imkan vermir. Qapıların açıq qalması yalnız dayanacaqda gözləmə zamanı müşahidə edilib və sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması halı qeydə alınmayıb. Media nümayəndələrini hazırladıkları materiallarda obyektivliyə riayət etməyə, faktları real vəziyyətə uyğun şəkildə təqdim etməyə çağırırıq. Qeyd edək ki, bəzi marşrutlarda pik saatlarda sıxlıq müşahidə olunsa da 120E nömrəli marşrut bu kateqoriyaya aid deyil və 120 nömrəli marşruta alternativ olaraq sərnişin tələbatı nəzərə alınmaqla yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarında xidmət keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılması məqsədi ilə monitorinqlər və zəruri tənzimləmə tədbirləri davam etdirilir.